Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz, hörmətli müştərilərimiz. Sizləri, harada yox biz? Elvin? Şuvalan düz Azal Arena yanında. Bax, düz Azal Arena yanında. Buradan çıxıram piyada, gəzə-gəzə 140 nömrəli marşrut dayanacağına yaxın, Araz marketə yaxın, Al market var, Araz market var, Oba market var, Azal Arenanın qarşısındakı dairədə. Dəyərli izləyicilərimi, sizdən çox xahiş edirəm. Bizdən kimlər ev alıbsa, gəlib bizdən kimlər bizi ilə görüşübsə, rəylərdə bildirin. Sizlərə gələn çəkilişlərdə gözəl-gözəl evlər təqdim edəcəm. Onun üçün sizlərə sualım var. Görəsən bu evləri biz necə təqdim edirik sizə? Sual verirəm, xahiş edirəm sizdən. İmkan varsa yazın. Harada nə görürsünüzsə, səhvimiz varsa, nəsə varsa yazın. Mən çalışacağım ki, sizlərin yazdığınız o fikirlərə hörmətlə yanaşım və necədir ki, yanaşıram. Biz şuvalandıyıq hal-hazırda Azal Arenanın yanında 3.5 sotun içərisində inşa olunmuş bu evi sizlərə təqdim edəcəm. Ev inşa olunub satılmaq üçün çox da qəşəng evdir. 150 kvadrat ümumi yaşayış sahəsi var. Evin həyətində kiçik bir landşaft, avtomatik olaraq darvaza, işıqlandırması, sol tərəfdə 4 metrənin 7 metrəyə olan filtrli hovuzu, qəşəng bir dekor, mətbəxin qarşısında olan veranda, manqal, yanında su hövzəsi. İndi isə buradan keçirik biz hal-hazırda evin daxilinə. Evin içərisində sizlərə göstərim. Çox uzun olmayacaq bu video, çünki evimiz balacadır. Bir daha söyləyirəm, hər zaman böyük evlər çəkdiyim kimi balaca evləri də çalışıram ki, sizlər üçün çəkim. Amma balaca evlərimiz çoxdur maşallah. 150 mindən yuxarı olan evlər. Bu hal-hazırda evin içərisində olan mətbəxdir. Mətbəx otağıdır, mətbəx mebeli yığılıb, ev bütöv olaraq isti döşəmədir, torpağın da, evin də kubçası çıxarışı var. Evin daxilində 3 yataq otağı, 2 sanitar qovşağı yerləşir. Bu birinci yataq otağı, 150 kvadrat ümumi yaşayış sahəsi var. Bu ikinci yataq otağı, böyük bir yataq otağıdır. Bu yataq otağının daxilində sanitar qovşağı var. Bir daha söyleyeyim, qazı, suyu, işığı, interneti hamısı daimidir. Üçüncü yataq otağı. Maşallah, yataq otaqlar hamısı qəşəkdir, genişdir. Təmir zövqlü olub. Divar kağızların rəngləri, seçimləri qəşəkdir. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Dəhliz. Dəhlizdən keçən kimi orada mətbəx, buradakı qonaq otağıdır. Qonaq otağı da maşallah qəşəkdir. Hamısı vitrin pəncərələrdir, yerdəndir. Birbaşa həyətə baxır. Twist-tent yığılıb. Spot işıqları, çılçıraqları, pərdələri hamısı yerindədir. Təşəkkür edirəm sizlərdən bizi izlədiyi üçün. Bizi izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.